Müğənnis Sevda Yahyayeva həftə sonu istirahətini qızları Ayla və Aida ilə birlikdə keçirib. Sənətçi bununla bağlı sosial şəbəkə hesabında paylaşım edib. O, qızları ilə teatra yollandıqlarını bildirərək bunları yazıb. Bazar günü bizim evdə teatr günüdür. Ayla və Aida bu gün də ən sevdikləri tamaşalardan birini izləməyə yollandılar. Balaca addımlarla sənətin, nağılların və xəyal dünyasının ardınca. Qeyd edək ki, Sevda Zakir adlı bəylə ailəlidir.